Göygöldə bıçaqlanma hadisəsi baş verib. Hadisə bugün axşam saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Gəncə sakini 1984-cü il təvəllüdlü Nizami Əsgərov diz nahiyəsinin və qolunun kəsilmiş yarası ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində Akademik Zülfüqar Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müayinə olundu. Müayinə olunduqdan sonra göründü ki, onun çənaltı nahiyəsində, bazu nahiyəsində, bud nahiyəsində kəsilmiş, deşilmiş yaralar vardır. Yaralar ilkin cərrahi işləndikdən sonra tikiş qoyuldu. Hal-hazırda xəstə bizim şöbəmizdə müalicə alır. Bıçaqlanan şəxsin yaxınlarının iddialarına görə 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb. Göygöl rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Vüsal Qədirov saxlanılıb. Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir. Fuad Nazimoğlu, Eşət Cəfər, Osman Şərif, APA TV.